Allahümme salli ala Muhammedin ve ali Muhammed. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Mübarek Ramazan ayının 3. gününün duası. 3. gündə bəndə Allahından bunları istəyir. Allahümme rzuqni fihi zihnə və tənbih. Allahım mənə ruzi elə bu gündə beyin açıqlığı və ayıqlıq. Mənə bu gündə bunları nəsib et. 2 dənə mühüm məsələdir ki, bu mühüm məsələdə insan gərəkdir ki, diqqətli olsun. Əgər bunlar olmasa, insanın dünyada həyatı çox çətinliklərlə üzləşər. Allah Teala insanı digər məxluqlardan ağılla fərqləndiribdir və dəyərini bunu ilə artırıbdır ki, insan əql sahibidir və etdiyi işləri tədbir və ölçü biçimlidir. Bunun üçün insana beyni işlətmək lazımdır. Və bugünün günün duasında da bəndə Allahından bunu istəyir ki, Allah mənə bu günləri həm ayıq olmağı, həm hüşyar olmağı müvəffəq elə. Bu ruzunu mənə ver. Yəni mən tez dərk edim. Mənim beynimi işlətməyə və düzgün nəticə almaqlığa mənə yardımcı ol. Mənə ruzi əta elə. O ruzini ki, həmin ruzi mənim əql ruzimdir. Mən bir xəbər, bir məlumat alanda, bir söz eşidəndə başa düşüm nə sözdür, başa düşüm hardandır və haradır ki, mənim zehnim qəşəng işləsin və mən ayıq olum. Müsəlmanların tarix boyu başına gələn bəlaların başında müsəlmanların ayıqlıq göstərməmələridir. Əmir əl-Müminin ağanın qarşısında duran qoşun, İmam Hüseyn ağanın qarşısında duran qoşun çox gözəl bilirdilər ki, bu ağalar kimdir? Çox gözəl bilirdilər. İmam Həsən ağanın sülhə məcbur eləyən qoşun çox gözəl bilirdi İmam Həsən ağa kimdir. Amma o vaxt ayıq olmadılar ki, başa düşələr ki, bunların tərəf müqabilləri kimdir? Əgər Əmir əl-Müminin ağa özünü tanıtdırırdısa, əgər İmam Həsən ağa özünü tanıtdırırdısa, əgər İmam Hüseyn ağa özünü tanıtdırırdısa, onların cavabı bu olurdu ki, düz deyirsiniz, sizdən artıq insan yoxdur, ən gözəl insan sizsiz, haqq yolda sizsiz, amma bu soranın işidir. Deyin görək, bugün nə olur? Əmir əl-Mömin ağaya zor elədilər ki, Malik qoşunu dala çəkməlidir, Muaviyə ilə sülh bağlamalısan. İmam Həsən ağanı qoyub tərk elədilər ki, Muaviyə ilə sülh bağlanmalıdır. İmam Hüseyn ağanı meydanda tək qoydular və başına o müsibətlər gətirildi ki, Yəzid şah olmalıdır. Düzdür, sən cənnət tavanlarının ağasısan, o soranın işidir. De görək, bugün beyət edirsən, yoxsa yox. Baxın, bunlar hamısının probleminin üstündə həmin o müsəlmanların ayıq olmamaqlıqları idi. Bəzilərinin dünya malına, bəzilərinin təbliğat ünsürlərinə uymaqları və o ki, onlara itaət Allah tərəfindən vacib olubdur, onun üzərinə üsyan etmələridir. Bəs bəndə Allahından istəyir ki, ilahim mənə ruzi elə bu gündə mən ayıq olum, düşüncəli olum və qanan olum. Başa düşən və düzgün başa düşən olun. Və ba'idni fihi minəs səfahəti və tənvih. Və ilahim, bu günləri məni uzaq elə dərrakəsizlikdən, düşüncəsizlikdən və səfehlikdən. Səfeh o adama deyilir ki, dediyinin dəyərini bilmir. Səfeh o adama deyilir ki, ağıl nemətindən istifadə eləmir. Səfeh o adama deyilir ki, öz elədiyini sözü də bilmir. Və dərrakəsiz də o adamdır. Sözü deyirsən, dərk etmir.
ki, bayaq dediklərimizin tam əksi. Yəni İmam Hüseyn ağanın qoşununda olanlar ayıqlar oldular. İmam Hüseyn ağanı tərk eləyənlər isə və hətta ona qarşı çıxıb qoşuna kömək eləyənlər isə həmin o səfih və dərrakəsiz insanlar oldu. Bunlara yalan bir məlumat verdilər ki, xəlifəyə qarşı çıxmaq, Allaha qarşı çıxmaqdır. Şaha qarşı, hakimə qarşı çıxmaq, Allaha qarşı çıxmaqdır. Bunlar bunu düşünmədən qəbul elədilər və Allahın xəlifəsini öldürdülər. Və dalıcan buyurur: وَجَعَلْ نَسِيبًا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ. Allah, mənə bugünkü nə nazil edəcəksən, mənə bugündə nə nəsib ayırmısansa, mənim nəsibim bugün nə olacaqsa, onu mənim üçün xeyirli elə. Yəni sən o Allahsan ki, hər şeyi dəyişə bilirsən. Ya muhavviləl havli vəl əhval. Ey halları dəyişən, mənə bugün nə nəsib edəcəksənsə, öz qərarınla onu mənim üçün xeyirli qərar ver. Vücudikə ya əcvədəl əcvədin, səni an veririk. Öz səxavətli sifətinə, ey səxavətlilərin ən səxavətlisi, ey səxavətlilərin ən əli açıqlısı. Əssəlamu aleykum və mən ittəbəəl huda.